Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəyliyə məxsus olan və Rusiyada fəaliyyət göstərən Naxçıvan Invest şirkətinin ötən il üçün maliyyə hesabatı açıqlanıb. Yenavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumata istinadən bildirir ki, qeyri-yaşayış sahələrinin icarəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən Naxçıvan Invest şirkəti ötən ili 15 milyon 718 min rubl xalis zərərlə başa vurub. Bundan başqa bu ilin əvvəlinə olan məlumata görə şirkətin 188 min rubl kredit borcu da var. Məlumat üçün bildirək ki, Araz Nağıbəyli Naxçıvan Invest şirkətində 50%lik payla 2 təsisçidən biridir. Şirkətin digər təsisçisi isə Fərdi Ələkbərov adlı şəxsdir. Naxçıvan Invest 13 dekabr 2017-ci ildə Moskva şəhəri Akademik Plyugin 8A ünvanında hüquqi qeydiyyata alınıb. Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 14 dekabr 2017-ci ildə Moskva şəhəri Akademik Plyugin 8A ünvanında hüquqi qeydiyyata alınan Naxçıvan adlı şirkət isə 2021-ci ilin sentyabr ayının 23-də ləğv olunub. Eyni zamanda Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 25 yanvar 2022-ci ildə Moskva şəhəri Xarkovski 2B ünvanında hüquqi qeydiyyata alınan Astroy Invest adlı şirkətdə fəaliyyət göstərir. Araz Nağıbəyli həmçinin 2009-2013-cü illərdə fəaliyyət göstərmiş Eqan adlı şirkətin və 31 iyul 2023-cü ildə Moskva şəhəri Admiral Rudneva Ev 4 ünvanında hüquqi qeydiyyata alınan GK Naxçıvan adlı şirkətin də təsisçisi olub. Məlumat üçün qeyd edək ki, Əli Nağıyev 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini olub. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan-Ukrayna parlamentləri arası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 2006-2011-ci illərdə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri olub.